və bu dağıtma daha sonra Muğan Sovet Respublikasına da olubdur. Muğan Sovet Respublikası Sovetlərin siyasətini dəstəkləyən sosialist hərəkatın yetişdirdiyi bir dövlət olub. Təsəvvür edin, bizim belə bir dövlətimizi də ruslar dağıdıbdı, yenə də Azərbaycana verib. Üçüncü məsələ də, yəni çox keçməyib üstündən 1990-cı il hadisələri, Əlişən Minbatov məsələsi, Talış Muğan Muxtar Respublikasının yaradılması. Talış Muğan Muxtar Respublikası Azərbaycan tarixində yeganə demokratik qurumdur və Cənubi Qafqazda ilk demokratik qurumdur, müasir dövrümüzdə yaradılıbdır və bunu da zor gücünə dağıdıblar və kimin burada ən böyük əli olub? Rusiyanın. Yəni Rusiya artıq özünü tarixdə dəfələrlə bizə qarşı göstəribdi.